Başlayayım mı? Herkese məlumat verildi mi? Neyinirsiniz, necəsiniz? Axşamınız xeyir. Göndəririk Günay xanım, göndəririk qızlara. Değerli xanımlar və bəylər, hər biriniz xoş gəlmisiniz. Artıq başlayaq. Hələ onun səsini almışım. Neyinirsiniz xanımlar? Xoş gəlmisiniz. Yenilərimiz daxil olub. Aycun xanımımız, digərlərimiz demək olar 90% yenidir Ülviyə xanım. Və digər bəylərimizdən də var. Yeni aramıza qatılan bəylərimiz və xanımlarımız. Bu təlim sırf yenilər üçündür. Yenilərin ev sağı tanıması, işlərinin nə olduğunu bilməsi və burada nə edib, nələr əldə edəcəm deyənlərin hər birinə aiddir. İnşallah sonunda siz də öz suallarınızı verərsiniz, mən də cavablandırıram. Kimin nə sualı olsa, ən sonda suallarınızı verərsiniz. Bu Zoom'a çox adamı daxil etmədim, çox qrupların çoxsunda paylaşmadım. Ona görə ki, mənə daha çox yenilər lazımdır. Yəni, aramıza yeni qatılan, ev sahibi yeni tanıyan, sıfırdan başlamaq istəyən xanımlar və bəylər lazım idi bu təlimdə. Onun üçün sırf onların 90%-ni şəxsinə göndərildi. Başlayaq mı? Başlayaq müdürüm, axşamınız xeyir olsun. Axşamın xeyir mətanətlə. Hazırsınızsa başlayaq. Mən hazıram. Yenilərimiz buradadır. Mən istədiyim Fərhad bəy də qoşulubdur. Xoş gəlmisiniz Fərhad bəy. Səbinə xanım, xoş gəlmisiniz. Rövşanə xanım. Rövşanə xanımla 15-10 dəqiqədir ki, tanış olmuşuq. Instagram üzərindən yazmışdı. Hələ heç ev sahibinin sadəcə adını bilir. Yəni, reklamı görmüşdüm. Rövşanə xanım, dinləyərsiniz. Nə sualınız olsa sonda verərsiniz. Əlbəttə, sizinlə şəxsdə də danışacağım. Hər birinizlə təkcə Rövşanə xanım deyil. Aycun xanım bizim yeni üzvümüzdür. Dünən qeydiyyat olunan üzvümüzdür. Bir sözlə belə. Dəyərli xanımlar və bəylər, biz artıq başlayaq. Mən ilk öncə özümü təqdim etmək istəyirəm. Mən Günay Əliyeva, Evsaq şirkəti büro müdirəsiyəm, 35 yaşında ailəliyəm və 4 dənə övladım vardı. Evsağı seçmə səbəbim Evsaq şirkətinin istehsal etdiyi məhsulları olmuşdu. Mən Evsaq şirkətinə təzə qeydiyyat olunanda burada qazanc sistemi ilə bunların heç birinə maraqlanmamışdım. Çünki mən bura qazanmaq üçün gəlməmişdim. Mən bura sağalmaq üçün gəlmişdim. Sağlamlığımı əldə etmək üçün gəlmişdim. Sözümü yarımçıq kəsəcəm. Fərhad bəy və digər xanımımız Türkiyədən qoşulublar. Yəqin ki, Azərbaycan dilini başa düşərlər. Nəyi başa düşməsələr, anlamasalar, yenidən deyərsiniz, izah edərəm sizə.
Və mən sağlamlığımı qazanmaq üçün Evsaq şirkətini seçmişdim. Evsaq şirkətində sadəcə məhsulları alım, istifadə edim və nəticə görüm. Yəni bu düşüncə ilə qatılmışdım. Ondan sonra isə qaydaları ilə tanış oldum. Çünki mən Evsaq ümumiyyətlə şirkətlərdə işləməyən, şirkət qaydaları, network nədir bilməyən bir xanım idim. Amma Evsaq şirkətinin asan və sadə qaydaları o qədər məni cəlb etdi ki, niyə də olmasın, bir şansımı dənəyim, bir özümü sınayım deyib də işə başladım və 2 ayın içində 751 manat maaş aldım, liderlik adını qazandım və 6 ay lap yaxşı Fərhad bəy. 6 ay içində bronz lider oldum. 2 il içində isə büronun müdirəsi seçildim və sonsuz dərinlikdən maaş alma şansı qazandım. Və 3 ildir ki, hal-hazırda Evsaq şirkətinin büro müdirəsiyəm. Dünyanın dörd bir ətrafından sonsuz dərinlikdən qol şərti olmadan qazancımı götürürəm. Və sizlər kimi böyük bir ekibin müdirəsiyəm, liderlərim, müdir adaylarım və yepyeni üzvlərim vardı. Bax belə, mən özümü sizə qısaca tanıtdım. İnşallah siz də sonda sizə də söz verəcəm. Sizlər də öz sözlərinizi deyib özünüzü tanıdacaqsınız. İndi isə mən keçmək istəyirəm Evsaq şirkəti haqqında məlumatlar verməyə. Evsaq şirkəti nədir? Nə üçün buradayam? Nə edəcəm? Nələr edib, nələr qazanacam, nələr əldə edəcəm və ömür boyu nələrindən istifadə edəcəm, hansı qaydalar məni qane edir, bunun kimi mövzulara toxunacam bugün sizinlə. Və əsas məsələ, Evsaq şirkəti nədir? Mən əminəm ki, bir çoxunuz Evsaq şirkətinin adını eşitmisiniz. Burada cəmi 5 ya 6 nəfər bizim əvvəldən olan qeydiyyatlarımızdır. Qalan hər biriniz yenisiniz. Evsaq şirkətinin sadəcə adını eşitmisiniz. Amma bugün mən sizə ətraflı onu izah edəcəm. Zəhmət olmasa səsləri toplayaq. Və Evsaq şirkəti dünyanın dörd bir ətrafında tanınan Rusiya, Ukrayna və digər böyük ölkələrdə ilin ən güvənilir adını qazanan bir şirkətdir. Evsaq şirkəti erkən sağlamlıq adı ilə tanınır. Dünyanın dörd bir ətrafına 400-dən çox məhsul istehsal edərək dünya bazarına çıxarmışdır və tanıtmışdır. 400-ə yaxın çeşid məhsulu öz zavodlarında, fabriklərimizdə istehsal olunur. Yəni, istehsalçı bir şirkətdir və istehsalçı bir şirkət olduğu üçün tərkibinə görə məhsullarımız bizə daha yaxşı qiymətə, üzərində hədiyyələr ilə, endirimlər ilə gəlir. Bax belə, Evsaq şirkəti qısa olaraq erkən sağlamlıq. Bunu yadınızda saxlasanız, bunu siz ətrafınıza, çevrənizə, hər kəsə təqdimat etsəniz, zaten anlaşılacaqdır. Mən harada işləyirəm, hansı şirkətdə erkən sağlamlığımın qeydinə qalaraq Evsaq şirkətini seçmişəm deyəcəksiniz. Nə üçün Evsaqdayım? Birinci növbədə Evsaq şirkətində siz bilirsiniz ki, məhsulları bayaq dedim. Bir saniyə. Məhsullarımız tam təbii bitki tərkiblidir. İlk növbədə sağlamlığımız üçün Evsaq şirkətini seçməliyik. İstehsal etdiyi bütün məhsulların qablaşdırılmasından tutmuş xam malına qədər heç bir kimyəvi qatqısı olmayan, göstərdiyi nəticələrinə görə hər daim istifadə olunan və ən əsası isə analiz raporlarını, bəlgələrini, tərkibində olan xam malını hər zaman bizlərə açıq-aydın göstərən bir şirkətdir Evsaq şirkəti. İstehsal etdiyi 400-ə yaxın çeşid məhsulu var. Bunlar hansılardır? Təmizlik, kosmetik, baxım vasitələrimiz, qida əlavələrimiz, parfümlərimiz və yağ qruplarımız və nəhayətində tekstillərimiz və təzə-təzə çıxan heyvanlar üçün olan xüsusi qidalarımız və qida əlavələrimiz. Siz Evsaq şirkətinin 400-ə yaxın çeşid məhsulunu, tanıtımını edərək, özünüz istifadə edərək, ətrafınıza tanıdaraq şirkətin bir nümayəndəsinə çevriləcəksiniz. Və bundan sonra hər zaman həm öz sağlamlığınızı qoruyub, həm də dünyada dünyanın gələcəyini, digər insanların sağlamlığını qoruyaraq qazancınızı çoxaldıb, karyeranızı yüksəldəcəksiniz. Evsaq şirkətinin ilkin növbədə məhsullarının hər birinin nəticəsi vardır. Bir
saniye mən bunları bağlayayım. Kompüterə şey gəlməsin. WhatsApp-a bağlıdır deyənə. Ersaq məhsullarının hər birinin göstərdiyi nəticələri vardır və bu nəticələri biz etap-etap hər birini sizlə paylaşacağıq gələn seminarlarımızda. Amma bu gün mən istəyirəm sizə Ersaq şirkətinin məhsullarından çox, məhsullarının çeşidlərindən, növbə-növ olmasından çox sizə qaydalarını və qazanc sistemini başa salım. Mən burada nə edəcəm və nə qazanacam deyənlərdənsiniz siz. O zaman gəlin başlayaq. Ersaq şirkətinin birinci növbədə nə üçün seçməliyik? Baxın, pulsuz qeydiyyat olunursunuz. Qeydiyyat olmaq üçün heç bir maddi vəsait tələb olunmur. Pulsuz qeydiyyat olunursunuz, kod parol alırsınız və o kod parolunuz sizin dünyanın dörd bir ətrafında qazanc götürməyinizə şərait yaradır. Tez bir zamanda yüksəlib hər hansı bir dövlətdə olsanız belə, tək burada deyil, dünyanın dörd bir ətrafında hansı dövlətdə olursunuzsa, orada yazılan maaşı nəqd o koddan nəqd pul şəklində götürmə haqqı verir sizə o kod parolunuz. Kod parolunuzda hər zaman sizin üzvlərinizin adları, soyadları, üzvlərinizdən sizə gələn maaşlarınız, qazanclarınız, hətta bütün ekibinizdən, yəni tüm şəbəkənizdən hər biri detaylı şəkildə ən incə nöqtəsinə qədər orada ayrıntılı şəkildə yazılır və siz daim onları izləyə bilirsiniz. Bu belə, qeydiyyat olunduqdan sonra özünüz üçün şirkətimizin istehsal etdiyi məhsullardan paket halında seçmiş olursunuz. Bu paket isə sizə xüsusi paket vermir. Özünüz seçim edirsiniz. Özünüzə nə lazımdırsa, hansı məhsullar lazımdırsa onları götürürsünüz və üzərində hətta hədiyyələr də verir. Bundan əlavə isə aldığınız məhsulların 20% endirimlə, baxın, ilkin etapda, hələ heç pul falan ödəməmişsiniz, heç nə almasanız belə, ilkin etapda sizə 20% qazanc verir. Plus hədiyyəsini, plus pulsuz çatdırılmasını və ən əsası isə pulsuz kataloqunu sizlərə göndərir. Siz o məhsulları istifadə etdikdən sonra başlayırsınız şəbəkənizi böyütməyə. Şəbəkəni böyütmək necədir desəniz, onların hamısını birazdan izah edəcəm sizə. Əsas isə qaydalarımızı demək istəyirəm, çünki vaxtımız 1 saatdır. Qeydiyyat olunur, məhsulları seçirik, hədiyyəsini götürürük və başlayırıq tanıtmağa, şəbəkə yaratmağa. İlkin etapda bizdə birinci pilləmiz 10% karyeramızdır. 10% karyeraya qalxmaq üçün biz 2 baldan başlayırıq da. 10% karyeraya yüksəlmək üçün istəsək özümüz alış-veriş edirik, istəsək şəbəkəmizi qurub, şəbəkəmizdən gələn dövriyyə ilə 10% karyerasına yüksəlirik. 10% karyerası bilirsinizmi nə deməkdir? Maaşa başlamağın ilkin addımı, yəni karyera sahibi olursunuz və ömür boyu bu karyeralar əlinizdən alınmır. Zəhmət olmasa səsləri bağlayın, İrayda xanım. Ömür boyu bu karyeralar əlinizdən alınmır. İşləməsəniz belə aylarla, illərlə, neçə illərlə hətta pasiv qalsanız belə bu kod parollar, bu karyeralar sizin olur. 10%, 15, 21, 27 və 33% karyerası vardı bizdə. Yəni 5 pillə. Bu 5 pilləni, 5 addımı siz yüksələrək 10, 15, 21, 27, 33. Bunun həm endirimdən istifadə edirsiniz. Yəni alış-veriş etdiyiniz zaman endirimlərinizdən, dəvətlər etdiyiniz zaman onun maaşından qazanc götürürsünüz. Elə düşünün ki, gəlib öncü olmuşsunuz, 33%-ə yüksəlmişsiniz. Hər dövriyyədən siz 33% karyera qazanc götürürsünüz. Əgər özünüz alış-veriş etmək istəsəniz 10 manatlıq məhsul alın, istəsəniz 1000 manatlıq məhsul alın. Məbləğindən asılı olmadan aldığınız məhsulun endirimindən yararlanmış olursunuz. İndi hal-hazırda hansı karyeradasınızsa, o karyeranın həm endirimi, həm maaşı sizin büdcənizə yatır. Və siz dəvətlilər edirsiniz. Dəvətlilərinizin dəvətlilərindən, yəni tüm şəbəkənizdən sizə gəlmiş olur. Bundan ötə isə siz hədiyyələrimizdən, siz şirkətimizin qoyduğu digər sponsor hədiyyələrimi olsun, şirkətimizin qoyduğu digər kampaniyalarım olsun, hər birindən istifadə etmə haqqı qazanırsınız. İndi gələk əsas məsələyə. Bəs mən bu karyeraları atlamaq üçün nələr etməliyəm? Zaten bilirsiniz ki, hər networkda, yəni bütün network marketing sistemlərində
hər faizin, yəni hər karyeranın özünə uyğun maaş cədvəli var. İndi mən durub onları tək-tək izah etsəm, vaxtımız çox gedəcək. Amma gələn seminarlarımızda tək-tək hər karyeranın özünə uyğun maaş cədvəlini sizlərə izah edəcəm. İndi amma sizə ümumi qazancı göstərmək istəyirəm, ümumi gəliri göstərmək istəyirəm. Və gələk 33%-ə. 33% nə deməkdir? Öncü, yəni lider deməkdir. Bir lider, necə deyim, öz dövriyyəsinin 33%-ni alıb, öz dövriyyəsi özünün alış-verişi demirəm, ha. Özünə bağlı şəbəkəsindən. Bilirsiniz ki, bizdə günəşvaridir, yəni dairəvidir və ətraflı qollarla qazanc götürür. Komandasına qoşduğu hər üzvdən 33% gəlir əldə edir. Hətta onun dəvətlilərindən belə başlayır gəlirlər əldə etməyə. Bundan ötə isə bir lider, yəni 33%li öncümüz, alt komandasından özünə bağlı liderlər çıxardır. Və başlayır o liderlər, içsi lider olsa belə onlardan da maaş almağa. Bəzi şəbəkə sistemlərində, bəzi network sistemlərində belə bir qayda var ki, əgər sizin dəvətliniz sizlə eyni pillədə, yəni eyni karyerdədirsə, siz ondan maaş ala bilmirsiniz. Amma bizim şirkətimizdə elə bir qayda yoxdur. Siz nə qədər yüksəlirsinizsə yüksəlin. Sizin dəvətliniz nə qədər sizi ötsə belə, yəni sizdən yuxarı pilləyə, yuxarı karyeralara keçsə belə, siz ondan maaş alma haqqı qazanırsınız. Bu bilirsiniz necədir? Düşünün, məni dəvət edən mənim sponsorumdur. O bugün müdür deyil, bronzdur. Yəni məndən bir pillə aşağıdadır. Amma məndən yenə maaş alır. Əvvəl necə məndən maaş alırdı? Yenə məndən maaş alır. Qol şərti olmadan. Bizim maaşımız heç bir qol şərti olmadan bizə gəlir. Yəni bizdə qol şərti, dərinlik şərti deyilən bir şey yoxdur. Dərinlik bir növə qədər var, amma müdür olduqdan sonra sonsuz dərinlikdən maaş alırsınız. Və o sonsuz dərinlikdən aldığınız maaş qol şərti olmadan alırsınız. Bu bilirsiniz da nə deməkdir networkdə. Networkdən başı çıxan, sistemi bilən insanların hər biri bilir ki, sonsuz dərinlikdən maaş almaq nə deməkdir, nə qədər qazanc deməkdir. Və ən əsası da onu qol şərti olmadan, yəni birinci qolun, ikinci qolun, beşinci qolun və yaxud da dərinlik şərti olmadan alırsınız. Bunların hər birinə çatmaq üçün nə etməliyik? Bax, qaydalarımız əsas bunlardır. Hər ayda bir dəfə məhsul alış-veriş etmək yoxdur. Yəni, alış-veriş etməmiz sərbəstdir. İstəsək, ayda bir dəfə məhsul alarıq. İstəsək, 10 ayda bir dəfə məhsul alarıq. İstəsək, ömrümüzdə bir dəfə məhsul alarıq. Yəni, məhsul almaq bizdə məcburi deyil. Birinci dəfə alırsınız, ondan sonra istəməzsəniz almasanız da olar. Bəs siz mənə belə bir sual verə bilərsiniz ki, mən aktivliyimi necə göstərəcəm? Şirkət necə biləcək ki, mən burada aktivəm? Əlbəttə ki, şəbəkənizi böyütməklə. Yəni, komandanıza yeni nəfərlər dəvət etməklə adınızı aktiv etmiş olursunuz. Bugün, misal üçün, bir liderimiz ola bilər. Lider deyil, lap mənim özüm olum. Elə düşünün, mən şirkətin müdirəsiyəm və bugün mən 3000, 5000 manat maaş alıram. O maaşı götürmək üçün mən məhsul almaq məcburiyyətində deyiləm. Sadəcə komandama yeni nəfərlər, 2 nəfər, 3 nəfər dəvət etməklə mənə yazılan maaşı son qəpiyinəcən götürmüş oluram. Və həmçinin sizlər də, həmçinin alt karyerada olan, yəni bu hər kəsə aiddir. Bundan ötə isə biz nə qədər yüksəlirsə yüksələk, bizim endirimimiz 33%-dir. Nə zaman alış-veriş etsək, ayda bir dəfə, 10 ayda bir dəfə, ildə bir dəfə, yəni də nə zaman o 33% endirimindən yararlanmış olacaq. Bu şərtlər heç bir şeydə yoxdur, networkdə yoxdur. Bunu qoydum bir qırağa. Əgər siz bir lider olursunuz, müdür olursunuzsa, alt təbəqənizdən müdürlər çıxaldırsınız. Onlar da gəlir sonsuz dərinlikdən maaş alır. Amma burada da şirkət sizin maaşınızı kəsmir. Və siz də onlardan başlayırsınız maaş almağa. Bu bilirsiniz nə deməkdir? Yəni elə düşünün ki, sizin kimi biri gəlir, sizin
komandadadır, şəbəkədədir, o da gəlir müdür olur. Və sizin kimin o da sonsuz dərinlikdən maaş alır. Amma şirkət yenə sizin maaşı kəsmir. Ondan əvvəlki maaşın yenə 1%-ni, 3%-ni sizə verir, sizə ötürür. Nə qədər böyüsəniz də, nə qədər çoxalsanız da, komandanızı böyütsəniz də hər zaman qazanc götürürsünüz. Bəzi şirkətlər var ki, müəyyən pilliyə qədər, müəyyən səviyyəyə qədər sizə müəyyən dərinlikdənmi deyim, qoldanmı deyim, müəyyən kateqoriyalar var da, onlardan maaşı ver və sonra dayandırır ki, bu gəlib sənə çatıbdır və yaxud səni ötübdür. Bundan sən daha maaş ala bilməzsən kimin nüanslar var. Amma bizdə onların heç biri yoxdur. Yəni, tam rahat şəklində çalışıb, komandanızı böyüdüb, şəbəkənizi genişləndirə bilərsiniz və qazancınızı götürə bilərsiniz. Və bundan sonra Ersaq şirkəti dünyanın dörd bir ətrafında tanınır. Rusiyada, Ukraynada ilin ən güvənilir şirkəti adını aldı. Və Rusiyada bu dəqiqə dövriyyəsinə görə ən çox dövriyyəsi olan bir şirkətdir Ersaq şirkəti. İnşallah gələcəkdə Azərbaycanda da elə olacaqdır. Mən bundan əminəm. Bu da sizlərin sayəsində olacaqdır. Və əsas bir nüansı da deyim. Mən düzdür, bunların hamısını gələcək seminarlarımızda, bax bu dediklərimin hamısını etap sizlərə açacağım. Yəni, mən indi ümumi deyirəm də, ümumi qazancı sizə göstərmək istəyirəm ki, başlasanız nə qazanacaqsınız. Əgər siz bu gün başlayıb, bu ay sonuna qədər desəniz ki, mən 500, 700, 1000, 1500 maaş almaq istəyirəm, ala bilərsiniz. Zaman və məkanını özünüz seçirsiniz. Network'un qaydasıdır bu. Və qazancı da özünüz seçirsiniz. Bəzi networklər var ki, bir ayda müəyyən qədər qazanmağınıza imkan verir. Azərbaycanda vardır da elə şirkətlər. Müəyyən qədər qazana bilərsən sən. Amma bizdə elə deyil. Bizdə limitsizdir. Yəni, limit deyilən bir şey yoxdur. Hər şey sizin özünüzdən asılıdır. Əgər çox etsəniz çox, az etsəniz az qazanacaqsınız. Bu ay başlayıb bu ayın sonuna 10.000 də qazana bilərsiniz, 1000 də qazana bilərsiniz, 100 də qazana bilərsiniz. O baxacaq sizin aktivliyinizə, göstərdiyiniz nəticələrinizə, dövriyyənizə və qurduğunuz karyeraya. Ən əsası onu bilin ki, bizdə birinci növbədə qeydiyyat olunmaq üçün, yəni bu gün sabah siz kimlərsə dəvət edəcəksiniz də, qeydiyyat olunmaq üçün maddi vəsait tələb olunmur, karyeradan heç vaxt aşağı düşülmür. Əsas məqsədimiz dünyaya Ersağı tanıtmaq, sağlam olmaq istəyənlərə sağlamlığını bəxş etmək və ən əsası isə gələcəkdə olan xəstəliklərin qarşısını almaq. Bu da hamıya lazımdır. Bu dəqiqə hər kəsə lazımdır və hər kəs bunun üçün də Ersağa axın eləyir. Və ən əsası isə istədiyiniz məbləğdə, istədiyiniz, necə deyim, yerdə, yəni yerindən, məkandan asılı olmayaraq, istədiyiniz məbləğdə qazanc götürürsünüz. Bax, ən əsası budur. Mən məsəl üçün Ersaq şirkətini seçmə məqsədim bu idi. Mənə məcburiyyət qarşısında qoymadan, adımı aşağı salmadan, karyeramı əlimdən almadan və ən əsası isə mənim gətirdiyim dəvətlilərin maaşını məndən azaltmadan mənim qazancımı verəcəkdir və karyeramı quracaqdır. Qısaca belə. Mən indi çox istəyirəm ki, sizləri tanıyım. Gələn seminarlarımızda hər həftənin 3 günü seminarım olacaqdır. Gələn seminarlarımızda dediyim bu nüanslar yox idi mu? Onların hər birini açıq-açıq lövhədə izah edəcəm sizə. Lövhədə yazacağım. Misal üçün 10% karyeranın qazancı nə qədərdir? 15-in nə qədərdir? 21, 27, 33 nə qədərdir? Siz gəlib bronz olduqda nə qədər maaş alacaqsınız? Bunların hər birini lövhədə izah eləyib sizə göstərəcəm. Həm video şəklində göstərəcəm, həm Zoom tətbiqi üzərindən göstərəcəm. Və məhsullarımızın keyfiyyətini, məhsullarımızın içəriğini, əsas xam mallarımız nədir, xam malımız, necə deyim, özəlliyini, hər birini sizə aydın edəcəm. İndi isə mən hər birinizi burada tanımaq istəyirəm. Ən əsası, ən vacibi burada kimləri görürəm mən? Rövşanə xanım, Fərhad bəy, sonra... Günay xanım, Rəna xanım da buradadır. Az öncə ofisdə danışdığımız Rəna xanım. Blogerimiz. Doğrudan. Bəli, bəli. Bugün ofisdə görmüşdük onu.
Bəs Səbinə xanım da yenidir. Sonra kimlər var burada? Yenilərimiz. Bir saniyə. Aycu xanım, sizi eşitmək istəyirəm. Bunların hər İradə biri müəllimə burdadır. İradə müəllimə, bəli. Hər biri yenidir. Yəni aramıza yeni qatılan üzvlərimizdir. Qısaca Ersaq barəsində fikirləriniz nədir? Nələr düşünürsünüz? Nələr etmək istəyirsiniz? Ümumiyyətlə, ə, gələcəkdəki o deyirdi, xəyalım var. Bir insan bir işə qoşulanda ilk növbədə birinci işini sevir, ikinci başlayır xəyal qurmağa, düzdürmü? Mən bunu etmək istəyirəm, bunlara çatmaq istəyirəm. Bax, mən onu sizdə görmək istəyirəm, onu sizlərdən eşitmək istəyirəm. Kim danışmaq istəyir? Danışmaq istəyən varmı? Səsi açsın, danışsın. Yoxdur mu? Merhabalar, Xanımlar, selamlar. Merhaba Ferhat bəy, necəsiz? Çok sağ olun, teşekkür ederim. İnşallah sizler de çok iyisiniz. Her vakti hayır olsun tüm arkadaşlarımızın. Çok sağ Azerbaycan'a olun. çok çok Türkiye'den. Sağ olun. Bugün gerçekten çok güzel. Uzun zamandan beri bir planın içindeydi zaten. Sizlerle birlikte tüm Azerbaycan'la çalışma fırsatı bulmak. Sağ olsun Metanet bunu çok iyi takip etti. Bu süreci Bəli. çok etti. Biraz yoğunluk vardı, sadece onları halletmem gerekiyordu. Ve artık birlikte çalışacağımızı düşünüyorum ve bu yüzden de çok mutluyum. Azerbaycan dilini çok iyi anlıyorum. Ama konuşamıyorum, öyle diyeyim. Arkadaşlarım da beni anlayacağı şekilde konuşmaya çalışırım. Biz Ee, sizi başa düşürük. Yəni siz rahat danışın. Biz Türk seriallarına o qədər baxıb ki, Azərbaycanda Türk serialları sevilir. Onun üçün də Türk dilini, yəni burada rahat başa düşülür. Və biz özümüz türklərlə, Türk milləti ilə çalışdığımız üçün hər daim şirkətlə, genel mərkəzlə iletişimdəyik deyənə, demək olar biz rahat sizi başa düşürük. Onun üçün tam rahat, sərbəst danışa bilərsiniz. Çok teşekkür ederim. Bugün ben Ersa'yı daha önce hiç dinlemedim. Hiç bilmiyorum. Bugün biraz da notlar da aldım. Siz ilerleyen Zoom'larda zaten açık açık hepsini tek tek söyleyeceğinizi ifade de ettiniz. Bəli, bəli. Bunlara katılmayı düşünüyorum zaten. Onun yanı sıra beni bazı arkadaşlarımız tanır. Bazı arkadaşlarımız daha önce belki hiç görmediler, tanımıyorlar. Benim ismim Ferhat Atay. Ben Türkiye'nin İzmir şehrinde yaşıyorum. Yani size en uzak noktadayım Türkiye'de. En batılı kısımdayım. Network marketing benim hayatıma 5 il olmuştur gireli. Bu süre içerisinde 2 firma denemesi oldu. Çok güzel, aslında hani network marketing için gerekli olan şeyleri yaptığımı düşündüm. Birinci firmada da yine aynı şekilde network marketingi öğrendim. Hiç bilmiyordum ve öğrenmeye çalıştım elimden geldiği kadarıyla. Sonra başka bir firma kuruluşu için bizi davet etti. Yine bir firmaydı o. Onunla çok uzun süre mücadele ettik ve büyük ekiplere de ulaştık aslında. Ama firma biraz zayıf geldi. O başarısız oldu. Öyle olunca da tekrar network marketing'e aslında uzaklaştım. Son 2 yıldır network hiç yani yapmak istemiyorum dedim arkadaşlarıma, çevreme. Ama bir taraftan Metanet Hanım çok uzun zaman önceydi zaten, bu 2 yıl öncesi belki de. İşte Ferhat Bey, Ersa ben üzüm lazım. Ben sizi kaydediyorum. Tabii dedim, ya ne demek ben. Ona ben bilgilerimi gönderdim. Daha sonrasında zaten hani onunla birlikte çalışmayı ve ekiple birlikte Azerbaycan Ersa ekibiyle birlikte çalışmayı da çok istiyorum. Burada şunu görüyorum. Azerbaycan'ın Ersa ile ve Rusya'nın Ersa ile çok ciddi anlamda bir birlikteliği var. Yani bir bağı var. Bizim Türkiye'de mesela her firmanın bir şeyi var. Ee, Bir gücü vardır, öyle diyeyim. Ersa çok eski bir firma Türkiye'de ve çok ciddi bir kitlesi var. Ben sanmıyorum, yani Türkiye'de Ersa girmeyen ev neredeyse yoktur.
ya bir kere olsun girmiştir. Belki şu an iş olarak çalışmıyordur ama o ürünleri mutlaka denemiştir, kullanmıştır. Bu noktada ben şunu görüyorum. Aslında hani arkadaşlar burada bu hani ürünü deneten arkadaşlar bunun üzerine devam etmiş olsaydı, bunun üzerine durmaya devam etmiş olsaydı bu Ersa dediğin zaman işte şöyle algılanıyor. Temizlik ürünleri var. Aslında Ersa'da az önce söylediğiniz gibi 400'den fazla ürün var. Biz de bunu anlatmaya çalışmalıyız aslında. En azından Türkiye için. Ama Azerbaycan, Rusya bunu biliyor. Bunun farkındayım. Çok ciddi anlamda bir reklam promosyon yapıyorsunuz Ersa'yı. Bunu da izliyorum, takip ediyorum zaten. Ben sözü çok fazla uzatmadan daha sonraki Zoom'larda da görüşmek üzere diyorum. Hepinize çok çok teşekkür ediyorum. Her vaktiniz hayra kalsın, geceniz hayra kalsın inşallah. Gecəniz xeyrə qalsın Fərhad bəy. Çox sağ olun. Fikirlərinizi bizimlə bölüşdünüz. Sizin fikirləriniz və digər üzvlərimizin fikirləri bizim üçün çox-çox önəmlidir. Çünki biz Ersağı böyütmək istəyirik. Azərbaycanda necə deyim, hər evə Ersaq istəyirik girsin. Və tək alıcı kimin deyil, hər ev bizim kimin Ersaqdan qazanc götürməsini istəyirik. Və bu sizlərin sayəsində olacaqdır. Siz yeni üzvlərimizin sayəsində olacaqdır. Mən əminəm ki, bizlər birləşib böyük bir komanda, böyük bir şəbəkə sistemi yaradacağıq. Və bu şəbəkə sisteminə daxil olan hər bəy, xanım, fərq etməz, hər biri bir lider olacaqdır. Sözün əsl mənasında öz sözünü deyən, işini sevən, necə deyim, öz işi ilə tanınan və dünyada öz sözünü deyən bir şirkətin nümayəndəsi olaraq bir lider çıxış eləyəcəkdir. Sizin indi səs tempiniz, fikirləriniz çox xoş oldu bizə. Həqiqətən də mən çox sevinirəm ki, Ersaq haqqında, ümumiyyətlə network haqqında açıq danışmaq, bildiklərini ifadə etmək, fikirləri ortaya dökmək çox-çox vacibdir bizim üçün. Və sizlərin sayəsində əminəm ki, networku daha yaxşı biləcək bizim üzvlərimiz. Ben Ferhat Atay olarak yine size de bu konuda söz veririm ki Azerbaycan dostlarım hani Ersa'da komandanın büyümesi için Azerbaycan değil bütün Rusya'da, Ukrayna'da başka diğer büyümesi için üzerime düşen tüm görevi de yerine getireceğimi bilirsiniz. Teşekkür ederim tekrardan. İnşallah. İnşallah. Təşəkkürlər Fərhad bəy. Xanımlar, baxın Fərhad bəy öz fikirlərini ifadə etdi. Mən istəyirəm sizlər də açıb ifadə edəsiniz. Bilirəm, bugün sizə qısa məlumat verdim. Amma mən özüm videolar keçəcəm, hər bir şeyi izah edəcəm. İndi WhatsApp-dan mənə mesaj yazmışsınız, telefonda baxıram ki, Günay xanım, bugün karyeralar bizə başa sala bilərsinizmi? Bilirəm, karyeralar sizin üçün önəmlidir. Qazanc sistemi sizin üçün önəmlidir. Amma bugün bizim tanışlıq günümüzdür. Yəni, bugün biz bir-birimizlə tanış oluruq, şirkətimizlə tanış oluruq. Mən sizə ən əsasları dedim. Burada nə qazana bilərsiniz dedim. Nə qədər qazanmaq istəyirsinizsə, o qədər qazanacaqsınız. Amma onun qədər hərəkət etməlisiniz. Onu qazanana qədər durmamalısınız. Network'ün bir əsas təməlləri vardır. Bunlar nədir? Birinci növbədə işini sevməlisən, işinə sevgi ilə yanaşmalısan. Bayaq Mətanət xanımla ofisdəydik. Necə dedin Mətanət? Mən inanmıram ki, Günay qədər Ersağı sevən olar. Əslində hamı sevir, hə? Canınız xeyir olsun, dəyərli qrup üzvləri, yeni qoşulan üzvlərimiz. Hər birinizi xoş gördük, hər biriniz xoş gəlmisiniz. Sponsorlarınız üçün, sizin üçün, hər birimiz üçün xeyirli uğurlu olsun inşallah. Qeyd edək ki, çox gözəl yerdəsiz həqiqətən. Çünki bunu mən söz olaraq demirəm. Mən bunu təcrübə olaraq hər birinizə deyirəm ki, çox gözəl yerdəyik və bunu mən kəşf etmişəm. Fərqinə varam ki, çox gözəl yerdəyəm. Fərhad qardaşımız da xoş gəlib. Böyük qardaşımızdır. Çox sağ olsun. Sözümüzü yerə salmadı. Yeni qoşulan xanımlarımızın Rəna xanımdır, İradə müəllimədir. Digər yeni qoşulan üzvlərimizin hər biri xoş gəlib. Bəli, qızlar, belə deyək də bizim müdirəmiz Ersaqda bilirsiniz ki, Ersaq sevərlər, Ersağın məhsullarına aşiq olub gələnlər, qazanc üçün gələnlər, hər kəs bir məqsədlə, bir
niyyətlə, bir amalla gəlib bura, düzdürmü? Şəxsən mən özüm Evet. məhsullarını sevib Evet. gəlmişəm. Səsi bağlı. Bəli, xanımlar var ki, qazanc üçün burdadır. Çox gözəl qazanclar götürürlər və Evet. Günay xanım bu şirkətin belə deyək də hər kəs bir tərəfdən girir, amma Günay xanım bu şirkətdə tamam başqa bir mövqe yer alıbdı. Yəni mən Ersağda 2020-ci ildən bu yana varam. Ersağda Günay xanım qədər Ersağın sözün həqiqi mənasında xəstəsi olan bir insan görməmişəm. Yəni Ersağı sevmək başqadır. Ersağa bağlanmaq başqadır. Ersaq xəstəsi olmaq başqa şeydir. Rəsmən Ersağın xəstəliyinə tutulub Günay xanım. Yəni bu insan gecə saat 4-də də, 3-də də, səhər 7-də də, yəni uşaqları universitetə imtahan verəndə də, məktəbə gedəndə də bir dəqiqəsini belə bu insan Ersağdan ayırmır. Yəni mən belə Ersaq sevən bir insan görməmişəm həqiqətən. O qədər Ersağa bağlıdır. İnsan bir an da varsa evdə ailəsi ilə, hər hansısa bir səhhəti ilə əlaqədar və yaxud da xoş günündə bir nəsə olanda adam ayrılır. Günay xanım xeyr, qətiyyən etmir. Günay xanım çarəsi olmaz bir xəstəlik Ersaq xəstəliyinə tutulur. Bu yəni həqiqətən çox gözəldir, amma yəni mən belə baxanda valeh oluram da ki, yəni bu insan özünü fəda edib Ersağa. Bir dəqiqəsini belə Ersaqsız keçirmir. Axşamınız xeyir xanımlar. Axşamın xeyir Lütfən. Saləcan. Xoş Göz gəlmisiniz. təması qurmadan olmazdı. Mütləq. Əslində, Ekranı əslində açıb danışmaq daha yaxşıdır. bəli, elədir. Əslində işini bilən xanımdır. Ona görə yəni hər dəqiqə işinin üstündədir. Maşallah. Fərhad bəy də salamlayıram. İnşallah ki, işbirliyimiz davamlı olacaq, uğurlu İnşallah. olacaq. İnşallah digər xanımlarımız da çoxları məni tanıyır. Bəzilərlə üz-üzə görüşmürük, təbii ki, onlayn iş rejimi olduğundan. Yəni bir-birimizlə danışırıq, amma üz-üzə görüşməmişik. İnşallah ki, davamlı olacaq. Əslində elə salamlamaq istədim bir balaca. Yenilərə söz verə bilərsiniz Günay xanım. Buyurun. Çox sağ olun Saləcan. Baxın, mən niyə dedim işini sevmək? İnsan bir işini sevirsə, o işdə irəli getmək üçün hər yolu dənir. Həvəsdən düşmədən, həvəslə deyil, motivasiya ilə deyil, belə sözün əsl mənasında disiplinlə çalışır. İnsan işini sevməlidir, sevgi ilə yanaşmalıdır. İkinci növbədə öyrənməlidir. Məsələn, mən bu işi sevim. Əgər bu işdə mənim biliyim yoxdursa, məlumatım yoxdursa, bu işin özəlliyini bilmirəmsə, hara qədər gedə bilərəm? Çox az da qazanc əldə edəcəm. Amma bu işin özəlliyini biləndən sonra mən özüm, yenə deyirəm, 5 ildir ki bu işdəyim, 4-5 ildir ki bu şirkətdəyəm. Bundan öncə heç bir şirkət tanımamışam və sonra da tanımayacağam və bu 5 ildə də tanımamışam. Bilirsiniz niyə? Məni o qədər dəvətlər eləyib ki, Günay xanım, siz çalışqansınız, komandanız var, gəlin, filan şirkətə gəlin, filan şirkətə gəlin, dəvətlər eləyiblər. Niyə getmirdim sizcə? Çünki sistemi bilirəm. Mən bilirəm ki, mən burada gəlib 3 ay, 5 ay, 10 ay qazanacam. Amma 5 aydan, 15 aydan sonra nə qazanacam? Bax, budur söhbət. Mən 3 ay, 5 ay ara verəndən sonra mənim aqibətim necə olacaq? Sistemi öyrənmək və ən əsası isə, ən vacibi isə müqayisə etməkdir. Əgər siz, inşallah gələcəkdə mən bunların hamısını sizə öyrədəcəm. Siz sistemi biləndən sonra mən deyil, özünüz müqayisə edəcəksiniz. Sistemləri qoyacaqsınız qarşınıza. Mənim 1 saat vaxtım var. Mən o uşaqlarımın 4 övladım var mənim. O 4 övladımın vaxtını, zamanını işimə ayırıram da, düzdür, onlardan alıb işimə. Bəs mən bu 1 saat ərzində hansı şirkətə yönəlsəm o məni qazandıracaq? Bunu özünüzə sual verəcəksiniz və elə cavabını da müqayisə edərək özünüz tapacaqsınız. İşinizi sevin, onu dərindən öyrənin və ən əsası isə özünüzü yeniləyin. Biz həmişə xanımlara deyirdim, bax, əvvəlki Günayla indiki Günayın arasında bilirsiniz nə qədər fərq var? Bu nəyin hesabınadır? Ersaq hesabınadır. Nəyin hesabınadır? Özümü yenilənməyimin, araşdırmağımın, necə deyim, hər dəfəsində yeni nələrsə tapmağımın, bu belə olsa yaxşı olar, o elə olsa yaxşı olar. Bir dəfə səhv, 2 dəfə səhv, 3-cündə olurdu düz.
Siz hər dəfəsində özünüzü yeniləyin. Özünüzü, o türklər deyir, gəlişdirin deyirlər də, özünüzü gəlişdirməlisiniz. Bax, mütləqdir, bu vacibdir. Deməyin ki, ay filankəs belə dedi, filankəs elə dedi, o mənə yox dedi, bu mənə yoxdur desin. O yox deyənlər qazanmaq istəmirsə biz nə edək? Biz də mi qazanmayaq? Bugün Vüsailə mənə yox deyəcəksə Vüsailə qazanmır. Mən axı qazanmaq istəyirəm. Qazanmaq istədiyim üçün də o olmasın, bu olsun, bu olmasın, o olsun deyib, necə deyim, dəvətlər etməliyəm, araşdırmalıyam, axtarmalıyam. Və ondan sonra, əgər siz bugün qeydiyyat olunmusunuz, bir çoxunuzu mən hardasa bir 10 nəfər var ki, mənə şəxsiyyət vəsiqəsini atıblar, qeydiyyat etmişəm. İnşallah Rövşənə xanım və digərləri də atacaqlar. Salam, axşamınız xeyir. Axşamınız Üzrlü xeyir Rövşənə xanım. sayın, sözünüzü kəsdim. Buyurun, buyurun. Rövşənə xanımla hələ danışmamışıq. Instagramdan hardasa 10 dəqiqədir də yazıb bizə. Buyurun Bəli. Rövşənə xanım. Axşamınız xeyir hər birinizin. Xoş gördük. Buyurun. Çox sağ olun. Mən bu haqda heç bir məlumatım yox idi. İndi hal-hazırda yəni məlumatda oldum, qismən də olsa. Yəni ki, inşallah gələcək zaman göstərər. Yəni bu haqda həqiqətən heç bir məlumatım yoxdur. İrəlidə yəni ki, daha məlumatda olaram. Əlbəttə. Belə. Mən də Bəs ilkin ailəli etapda, Bəli. fikirləriniz necədir? Bax, ilkin tanışlıq üçün. sizi dinlədim. Yəni ki, çətin, yəni hər şey, yəni ki, yəni ki, necə deyim? Özümüzdən asılıdır. Bəli, bəli, özümüzdən asılıdır. İnşallah ki, Düzdür. xeyirlisi zaman göstərər. İnşallah. Yəni belə. İnşallah ki, yaxşı olacaq Allahın izni ilə. Biz o dev niyyətin hava mənzilin ora. Belə bir atalar sözü vardı. Əminəm ki, Məlumatım yox olmadığı üçün daha geniş, yəni fikrimi ifadə eləyə bilmirəm. İnşallah gələcək zamanda daha ətraflı, yəni ki, fikirlərimi aydın izah eləyərəm inşallah. İnşallah Rövşənə xanım, narahat Xoş oldu olmayın. sizinlə həqiqətən. Sizi dinlədim. Yəni bu qədər. Çox sağ olun. Allah razı Sağ olsun. olun, buyurun. Rövşən xanım, xeyirli olsun. Hamı üçün xeyirli olsun inşallah. Amin Çox sağ olun. inşallah. Sağ olun. Baxın, Rövşənə xanım və digər Buyur. xanımlarımız və bəylərimiz. Ondan sonra qeydiyyat olunandan sonra ilkin növbədə nə edirsiniz? Siyahı tutmaq. Və bu network'un qaydasıdır. Elə bu gün əlinizə bir dəftər uçqa alırsınız. Mən bu şirkətə qatıldım. Şirkət haqqında məlumatım var, araşdırmalarım var. Və mən kimləri dəvət eləyə bilərəm? Bunların düzdür, bu siyahı falanı mən sizə sonra da başa salacağam. Ən azından indi kimlərlə bu yola çıxmaq istəyirsiniz? Vaxt itirmədən, zaman itirmədən. Network bir şeyi sevmir. Sevmədiyi bir şey var, zaman. Zamanı itirmək də, yəni zaman deyəndə. Zaman itirmək bilirsiniz nədir? Hər saniyəniz puldur, hər dəqiqəniz puldur, elə düşünün. O saat, dəqiqə fırlandıqca elə düşünün ki, sizdə qazanc fırlanır. Nə zaman ki, onu geriyə qoyursunuzsa qazancınızdan olursunuz deməkdir. Onun üçün də mən bu işə başladım, məndən məhsul satmaq, hər ay pul verib məhsul almaq tələb etmir. Məndən yalnız dəvət tələb edir. Yalnız kimlərəsə yönəltmək, kimlərəsə idarə etmək, kimlərəsə necə deyim, komandanı böyütmək tələb edir də. Mən bunu etmək üçün kimlərlə yola çıxacağam? Bax, birinci növbədə budur. Siyahınızı tutun. Mən zaten sizinlə şəxsidə də danışacağım hər birinizlə. Sonra kopyalamaq məsələsi gəlir. Əsas məsələ bu. Ən vacibi budur. Hər şeydən öncə networkdə kopyalamaq gəlir. Bugün siz kimlərisə özünüzə belə düşünün də, bir uşaq, bir şagird düşünün. O daha çox kimi özünü kimi oxşatmaq istəyir müəllimini. Düzdürmü? Sevdiyi müəlliməsi hansıdırsa, onu oxşatmaq istəyir. Deyirsən, böyüyəndə nə olasan, deyir, müəllimə olacam, misal. Və yaxud filan kəs kimi olacam. Yəni, kiməsə oxşamaq istəyir. Və o oxşadığı insan kimi olur? Uğur qazanmış insanlar. Düzdürmü? Onun üçün də biz də elə bir düşünün ki, filan kəs bu qədər maaş alıb. Necə edib, nələr edib o maaşı almaq üçün? Birinci bunu özünüzdə müqayisə edin. Mən onları edə bilərəmmi? İkinci növbədə məni də kopyalamalıdırlar. Bugün məsəl üçün mən liderləri kopyalamışam. Mənim üzvlərim məni kopyalayır. Sizin üzvləriniz sizi kopyalayacaq. Yəni bir növ oxşatma mənasında. Və bundan sonra isə gəlir tələb etmək. Bəzi xanımlar və bəylər bunu sevmirlər, amma mənim ən sevdiyim iş budur, tələb etmək. Mən istəyirəm ki, məndən kimlərsə tələb etsin.
Bilmirəm, bürçlərə inanırsınız yoxsa yox. Oğlaq bürçlərinin ən özəlliyi budur da. Dəqiq olmaq, qərarlı olmaq və ən gözəl odur ki, tələb edir. Özü də tələbkardır da, yəni. Mən sizdən hər daim tələb edəcəm. Bilmirəm, inciyərsiniz yoxsa yox. Sizdən tələb etməliyəm ki, siz də irəli gedəsiniz. Necə ki bir müəllim şagirdindən hər zaman onun nə etdiyini, bunu edərsən, onu edərsən, filan şey edərsən, tələb edir ondan, düzdür? Onu məcbur edir ki, o getsin evdə oxusun. Bizim bəzi, düzdür, bu hamıya aid deyil, ha, yəni hər kəsə aid deyil, amma bəzi xanımlarımız var ki, onlardan mütləq lazımdır. Yəni, vacibdir ki, sən ondan tələb edəsən də, ondan tələb etməsən işləmirlər. Bax bu. Sonra idarə etməyi öyrənmək. Bunu məsəl üçün Fərhad bəy də çox yaxşı bilir. Bizim liderlərimizdən də çox yaxşı bilənlər var. Söhbət dəvətdən getmir. Dəvət gətirmək asandır, idarə etmək çətindir. Düzdürmü Fərhad bəy, siz bilərsiniz. Dəvət gətirmək çox asandır. Mən yolda, parkda, avtobusda, metroda, toyda, hər yanda dəvət edə bilərəm. Hər yanda dəvətlimiz var. Və çıxıb çölə hər kəsi ev saxçı kimi görə bilərik biz. Düzdürmü? Amma şərt onları dəvət etmək deyil, şərt onları idarə etməkdir. Onların istədiklərini onlara verməkdir. Onların bizdən umduğu nədir? Qazancdırmı, karyerdirmi, şan-şöhrətdirmi, necə deyim, ad-sandırmı, nədir? Birinci onu tapıb, onu ona təqdim etməkdir. Bax, sən busan, bu olacaqsan. Və olmaq üçün də bunları mütləq etməlisən. Mal almaq deyil, satmaq deyil. Bundan qorxmayın. Mən hər dəfə dedikcə, mən bilirəm ki, bir çoxlarınız beyninizdə onu düşünürsünüz ki, mən pul qoyacam, mal alacam, mal satacam. Xeyr, məhsul alıb satmaq mövzusu yoxdur bizdə. Və ən əsası isə liderlik. Bəli. Aydın müəllimə buradadır. İstəyirdim Ayda salamlayam. müəllimə. Gəncədən O- qoşulub, yeni 15%-imizdir. Yəni Ayda müəllimə. mən elə Buyurun. bildim onlayn dərsimiz var. Aydın müəllimə dərsdədir. Sən demə o da qaçaqçılıq eləyibmiş mən kimi. Biz indi Ayda hal-hazırda müəllim- dərs olmalıydıq. Ayda müəllimə bayaq mənə yazıb ki, Günay xanım, mənim təlimim var, dərsdir da. Biologiyadan sertifikasiya hazırlaşırlar, imtahan verəcəklər. Vüsailə xanımdan Ayda müəllimə. İndi din bizi görsən hamımızı İkimiz də dərsdən qaçmışıq. Biz oxuyan tələbələr Biz kimi. imtahan verəcəyik, amma sizin təliminizdir deyənə mən mütləq qatılacağam. Dedim, Ayda müəllimə, siz qatılmasanız da olar. Yeni üzvləri yönləndirin, amma sağ olsun ki, qatılıb da, Allah razı olsun. Axşamınız xeyir İnşallah olsun hər kəsin. imtahanınızdan da çox yaxşı nəticələr əldə edərsiniz, inşallah. Axşamınız xeyir Aydın müəllimə. Axşamınız xeyir, Ayda müəllimə. Aydın İnşallah. müəllimə. İnşallah. İdarələrindən müəllimə də istifadə eləyib. qaçın. Siz də qaçmısınız dərsdən? Hə, neyniyək də, pis oxuyan tələbələrik biz. Aydın müəllimə qida əlavələrimizdən çox istifadə eləyir. Təzəliklə artıq ancaq onlara üstünlük verir. Bir də təbii ki, hədiyyələrindən də təmizlik vasitələri, baxım vasitələri götürübdür. Kollagen, Bəli. glukozamin, D vitamini, sonra hansıları idi? Kurkumin, maşallah hamısından spirulina, hamısından vurmuşuq. Nəticəsi necədir, Ayda müəllimə? Razı qalmısınızmı? Bəli. İnşallah ki daha da yaxşı olar. Yavaş-yavaş yaxşıdır. İnşallah, inşallah. Allah. Əminəm Bizə ki, qazanc yaxşı olur. yolumuzu da inşallah ki düzəldərik. Bu bir ay biraz çətinliyimiz var. İmtahanı sağ-salamat verək qutaraq da başımız gedibdir. İnşallah Ondan sonra- qurtaracaqsınız. İyun, bir ay qaldı. Aha. Baxın, Ayda müəllimə, sizi bir misal göstərmək istəyirəm. Bəzi xanımlarımız və bəylərimiz var ki, deyirlər, ay vaxtımız yoxdur, biz bu işlə məşğul olmaq istəyirik, amma vaxt, zaman tapa bilmirik. Ayda müəllimə həm ev xanımıdır, nə mənada ev xanımı, yəni evinin işi ona aiddir. Həm məktəbdə dərs deyir, həm imtahana hazırlaşır, imtahan verəcəkdir. Və plus da ki, bizlə işləyib, çalışır, komandasını böyütmək istəyir. Demək ki, çalışmaq, qazanmaq istəyənə heç nə bəhanə, yəni heç nə problem deyil. Problem əslində yoxdur. Problemi yaradan bizim bəhanələrimizdir. Belə. Çox xoş oldu sizlərlə tanış olmaq, sizlərlə danışmaq. İnşallah mən qrupa göndərəcəm. Mövzularımız nə olacaq? Məsəl üçün, ikinci təlimimizdə mövzumuz nə olacaq? Üçüncü təlimimizdə mövzumuz nə olacaq? Yəni mövzular üzərindən sizə hər birinizə
məlumatlar verəcəm və çox adama göndərmirəm ki, bunu çox qruplarda adam az olsun ki, mən sizinlə daha tez-tez danışa bilim. Necə deyim? Fikirlərimizi deyə bilək. Siz də rahat danışa bilərsiniz. Və ən əsası isə komandanızı böyütmək üçün, qazanc götürmək üçün, şəbəkənizi böyüdüb, burada karyer sahibi olmaq üçün əlimdən gələnin artığını edəcəyimə əmin olun. Tək siz bunu istəyin. Çox sağ olun Günay xanım. Çox sağ olun. Bir saatımız tamam olur. Artıq az qalır ki, tamam olsun. Xanımlar, başqa kim nə demək istəyir? Kimin nə sözü var? Bəylərimizdən də qatılan var. Bəylərimizdən də kim istəsə deyə bilər. Murad bəy, siz də istəsəniz səs açıb danışa bilərsiniz. Murad bəy də yeni üzvümüzdür. Danışmaq istəyirsinizmi? Yoxsa yekunlaşdırıb? Ben yine bir şey ekleyeyim mi? Bəli, bəli, buyurun. Şimdi az önce çok güzel noktaya değindiniz. Yani bu işi ticareti, network marketingi yaparken neler yapacağız konusunda. En son maddeniz de davetinizi idare edindi. Değil mi? Yani çok önemli bir noktaydı. Ben hemen oraya bir paragraf açmak istiyorum. Bir şey eklemek istiyorum çünkü notumu aldım. Şöyle bir şey var arkadaşlar. Herkesin buraya bir gelme sebebi var. Az önce liderimin de söylediği gibi herkes bir sebeple geliyor değil mi? Kimisi işte pul kazanmak, kimisi kazanmak, kimisi adını, şöhretini, sanını kazanmak, kariyer almak, işte sahneye çıkmak, değil mi? Bir sebep var. Herkesin de bir sebebi var. Emin olun her davet ettiğiniz insanın da bir sebebi var. Bu noktada şu çok önemli bir ayrıntı. Kendi sebeplerinizle başkalarının sebeplerini hiçbir zaman karıştırmayın. Yani ben örnek veriyorum işte Ferhat Atay adı için geldim. Ama başka bir arkadaşım sağlamlık için geldi. Onu aklınızda tutarsanız, onu bir yere not alırsanız, onun üzerine çalışırsanız, her gelen davetlinizin neden burada olduğunu çok iyi bilir ve onun üzerine çalışırsanız o idare etme gerçekleşebiliyor. Yoksa hani herkes sağlamlık için ve herkes para için değil yani durum. Ben para için gelmiş olabilirim ama arkadaşım para için gelmedi. Ona para kazanma yönünden gidersem o idare etmeyi gerçekleştiremiyorum ve onu kaybediyorum. O yüzden de gelme sebebiniz başkalarının sebeplerinden farklı olabilir. Onların neden burada olduğunu hiçbir zaman unutmayın. O sebebi de onun buraya gelme sebebini de davet ettiniz. Katıldı sonuçta. Gelme sebebini de ona ara ara hatırlatın. Neden burada olduğunu hatırlatın. Onun üzerine çalışacağınız için zaten daima hatırlayacaktır. Onu hiçbir zaman unutmayın. O zaman o kişi burada kalacaktır. Kesinlikle sizin ekibinizde kalacak. Tam da bundan fazlasıyla da ekibi büyütmek için mücadele verecektir. Çünkü sebebini siz biliyorsunuz. Onu hatırlatıyorsunuz. O da o sebep üzerine çalışmaya devam ediyor. Bunu da eklemek istedim liderim. Konuşmanızın sonunda ben açıkçası. Çox sağ olun, Allah razı olsun. Çox düz vurğuladınız. Həqiqətən də belədir. Hər kəsə individual yanaşmaq lazımdır və hər kəsin fikirlərinə hörmət edib ona uyğun rəftar etmək lazımdır. Başqa danışmaq istəyən varmı? Bugün maşallah nə qədər yenimiz var bizim. Yeni üzvlərimiz qatılıbdır. Və hər biri də mən əminəm ki, bu ay sonuna istədikləri nailiyyətləri əldə edəcəklər. Buna mən əminəm. Hə, xanımlar və bəylər, artıq yekunlaşdırıram. Bir saatimiz tamam oldu. Siz qruplarda varsınız. Əgər kim qrupda yoxdursa, onu da qruplara alarıq və qruplarda mövzuları paylaşaram. Sabahdan etibarən isə mövzularımıza uyğun tək-tək karyer qazanclarıdır, əlavə sistemdir, Ersaq şirkətinin istehsal etdiyi məhsulların nəticələri, xammalımız bilirsiniz də reta bitkisidir və heç bir şirkət reta bitkisi adı altında məhsullar istehsal edə bilməz. Bizim patentli məhsulumuzdur. Və Ersaq adı reta orqanizasyon olaraq istifadə olunur.
Bunu bilməyənlər də bilsinlər. Bunlar haqqında ətraflı məlumat verəcəm. Rita orqanizasyon. Yəni siz məsəl üçün maaşlarınızı alanda, indi bizdə düzdür, Azərbaycanda buradan əldən alırlar, amma Türkiyədə maaşlar karta köçürülür. Birbaşa kart vasitəsilə götürürsünüz. Orada məhsullar gələndə təsəvvür edin, bir şirkət yaradırsınız və o şirkətin xam malı sizin rəsmi patentli adınız olur. Bu nə deməkdir? Bir şirkət, necə deyim, bu qədər yəni kökləri yerə dayanan, möhkəmlənən bir şirkət məncə yoxdur. Heç vaxt olmayacaqdır. Və ən əsası isə Ersaq şirkəti yeni məhsullar hər daim istehsal edir. İndi düzdür, bu sizi o qədər də şey eləməyəcək, çünki məhsullarımızın çoxsunu tanımırsınız. Amma tanıyanlar bilir ki, yeni bir məhsulumuz çıxır və o məhsul ilk 3 ayda, 4 ayda rak xərçəng xəstəliyinə, türklər ona konserv deyir də, hər bir söylə. Konserv xəstəliyi. Onun müalicəsində istifadə olunacaqdır. Dərman deyil, ha, qida əlavəsi, qida takviyəsi. Bax, bunun istehsalına başlanılır. İnanın, və plus da bizim biorezonans şey vardı. Müalicə şöbəmiz vardı. Bizdə indi Türkiyədə ona bilmirəm nə deyirlər. Biorezonans otel vardı da, elə o adının tanınır. İnşallah Türkiyəyə gələndə Dənizli şəhərində yerləşir. Türkiyəyə gələndə nə zaman getsəniz, gedib orada istirahət edə bilərsiniz və orada təsəvvür edin, kimisə xəstə olur, deyək ki, orada istifadə eləmək istəyir də, kimisə üzv olaraq göndərirsiniz, gedib müalicə alır. Biorezonans mərkəzidir, sağlamlıq mərkəzidir. Onun aldığı müalicədən sizə puan oturur və maaş yazılır. Yəni siz xəstəxanaya adam dəvətlər etməklə orada olan aparatlarımızdan, bizim orada müxtəlif cür aparatlarımız var. Onlardan istifadə etdikcə sizin puanınıza yansıyır. O puan da sizin dövriyyənizə, yəni maaşınıza təsir edəcək. Bunun özü bir gözəllikdir. İnşallah gələcəkdə bunların hər birindən sizi tanış edəcəyik. İstər qruplarımızda, istərsə də Zoomlarımızda. Mən Vüsailə xanıma oxşadacam özümü. Ayda müəllimə deyil. Artıq Ayda müəllimə öz kopyalamağını necə kimlər oxşayacaq, kimin hərəkət eləyəcək artıq tapıbdır. Və mən əminəm ki, Vüsailə xanım 2 ayın içində 450 manat, yox, 1 ayın içində 450 manat maaş almışdı. Bir dənə də məndən qızıl üzük hədiyyə qazanmışdı. İnşallah siz də bu ay o maaşı qazanarsınız, tez bir zamanda liderliyi əldə edərsiniz və bronzluq və ən nəhayətində isə müdürlüyü əldə edərsiniz və edəcəksiniz də. Sadə, asan qaydalarımız, yüksək qazanc sistemimiz və məhsullarımız, keyfiyyətli məhsullarımız ilə. İnşallah, inşallah. Amin İnşallah. inşallah. Gecəniz Amin. xeyrə qalsın xanımlar. Çox xoş oldu sizinlə danışmaq, tanış olmaq. Bu gün tanışlıq günü idi və Ersağı qısaca tanıtmaq günü idi. Amma sabahdan etibarən detallı şəklində dəftəriniz, ruçkanız, qeydiyyatlarınız ola qeyd etməklə də, yəni hər bir şeyi sizə izah eləyəcəm. Mən sizə hər şeyi öyrədəcəm, amma sizdən bir şey tələb edirəm. Elə bu saatdan dəvətlər etməyə başlayın. Nə qədər çox dəvət etsəniz, bir o qədər tez şəbəkəniz qurulacaq və passiv gəlirə bir o qədər tez çatmış olacaqsınız. Yaxşımı? Gecəniz xeyrə qalsın. Özünüzdən müğayət olun. Xeyrə qarşı. Görüşənədək. Sağ olun. Sağ olun. Amin.